Çağrı mərkəzləri asan xidmət modeli əsasında təkmilləşdiriləcək. Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi Təminat şöbəsinin müdür müavini Adil Əkbərov deyib. O bildirib ki, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün milli fəaliyyət planının icrası çərçivəsində vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək. Çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada asan xidmətin çağrı modeli əsasında 108 çağrı mərkəzi vasitəsilə göstəriləcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının və müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri 108 çağrı mərkəzi vasitəsilə təmin ediləcək. Uzaqdan cavablandırma mexanizmi yaradılmışdır ki, bu da əlil vətəndaşlarımızın sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaqdır. Nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət qabiliyyəti məhdud olan əlil vətəndaşlar müvafiq texniki avadanlıqlarla təmin ediləcəklər və onlar öz evlərindən də çağrı xidmətlərini göstərə biləcəklər. Digər mühüm bir məsələ isə sabit telefon vasitəsilə ölkənin istənilən yerindən ödənişsiz əsaslarla çağrı mərkəzlərinə çıxış təmin ediləcəkdir. Nəticədə ölkədə olan bütün vətəndaşlarımız dövlət xidmətlərinə daha rahat əlçatan çıxış təmin ediləcəkdir. Qeyd olunan qərar çərçivəsində 77 yerli icra hakimiyyəti orqanı və 7 mərkəzi icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 2500-dən çox dövlət xidmətinin asan xidmətin 108 çağrı mərkəzi vasitəsilə göstərilməsi təmin ediləcəkdir.